Salam əziz dinləyicilər. Bugünkü müsahibəmizdə də hər zaman olduğu kimi, qabaqkilərdə olduğu kimi balaca bir mətnlə başlayacağam. Əlbəttə bu mətn eynidir. İstəməyənlər bunu biraz qabağa çəkib, əgər qabaqçıları eşidibsinizsə bunu biraz qabağa çəkib keçə bilərsiniz. Bugünlər çox önəmli bir ictimai və siyasi hadisə ilə üz-üzəyik. 1403 İran rəis cümhur seçkiləri ya da intixabatı yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların ya da namizədlərin, kandidlərin arasındadır. Bildiyiniz kimi son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb, onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün rəis cümhurluq adayının Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də devlətin baskılarından və ya fişarlarından dolayı gələcəyə ümidsizlik var və insanlar intixabata qatılıb-qatılmamaq mövzusunda qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazı ortaq bir proje ilə Azərbaycan məsələləri ilə uğraşıb bu haqda fikirləşən insanları bir araya gətirməyə və onların fikirlərini öyrənməyə çalışır. Təbii ki, bu işdən məqsəd insanları rəy verməyə ya da səs verməyə dəvət etmək ya da etməmək deyil. Hədəf nədir? Hədəf odur ki, vəziyyətə açıqlıq gətirək, məsələnin müxtəlif cəhətlərinə, müxtəlif yönlərinə işıq tutaq və mübahisəyə imkan yaradaq. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bugünkü iki qonağımız əziz Əzim Həsənzadə və Rza Talibidir. Əzim Həsənzadə sosiologdur və Rza Talibi qazetəci ya da ruznameniqardır. Əzizlər, çox xoş gəlibsiniz. Mən birinci suala Əzim bəy sizlə başlayacağam. Sizcə Azərbaycanlılar və Türklər açısından bu seçkilərin və ya intixabatın qabaqki seçkilərlə fərqi nədir? Salamlar, saygılar, Lalə xanım, Rza müəllim və hər kəs ki bizi görüb və eşidəcəkdir. Tabii ki, siz işarə etdiyiniz kimi 100 ildən bəri biz Azərbaycanlılar, Türk olaraq İranın əvvəl səthində olan siyasət səhnəsindən qırağa vurulmuşuq. Uzun bir sürəcdə, yəni dediyim 100 ildən sonra bu səhnəyə qayıtmaq ilə özündə bu cür bir gərgin və çox qaranqulluq siyasi vəziyyət, İranın qaranqulluq siyasi vəziyyətində bunu sadəcə bir ittifaq, ihadə kimi görmək olmaz. O yüzden bu seçkiler bizlərə həm Azərbaycan olaraq, həm İranın Türkləri olaraq çox önəm daşıyır. Bunu Pezeşkiyan kimi birisini Türk adlandırdığımda sadəcə bunun təbari Türk olmağı mənzurum deyil. Yəni atası Türk, anası Türk, Türk danışıram deyə yox. Bəlkə bu şəxs diskursiv bir Türk, yəni söyləmsel bir Türküdür. Yəni öz Türklüyünə, öz Azərbaycanlı olduğuna və özünün haşiyədən ya İran fars dilində piramından qalxmasına ağah olmağı, bunu daha bizə özünü və onun seçkilərdə huzurunu daha bizə önəmini göstərir. Yəni bu anlamda biz bir nəfərlə deyirik ki, sirfən bizlə dili bildi, ya etniki, ya milliyyəti bildi. Bəlkə bunun sözü də çox yerlərdə bizim istəklərimizlə, bizim axtardıqlarımızla üst-üstə oturur. Bir də artırım. O da budur ki, hətta mən belə düşünürəm ki, Pezeşkiyan kimi şəxsiyyəti sadəcə Azərbaycan ya Türklərə sığındırmaqla bəzi şeyləri gözdən keçiririk. Məsələn, bundan istiqbal Əhvazda, bundan istiqbal Qaşqay Türklərində göstərir ki, bu eləyə bilər haşiyənin am mənasında. Nə fəqət Türklər, bəlkə bütün İranda yaşayan etniklər, ya milliyyətlər, nə fəqət etniklər, ya milliyyətlər, bütün tapdalananlar, bütün səssizlərin səsi olsun. O cümlədən qadınların səsi, o cümlədən çoxlu hər kəs ki fikirlik, onun dilindən istəsəm deyəm, öz seçdiyi kələmələri ilə istəyirəm səssizlərin,
səsi olan. O yüzden biz geçen yüzyılda tariximizə dayanıraq, İranda oynadığımız çox ən önemli rolları, önemli tarixi dövrələrdən, məşğuldən bəri fikirəm ki, bugün də o günlərdən o tarixi deyə bilərik. Geçtiğimizdə olan izlərdən birini yeniden İran'ın siyasi tavırlarına izimizi salaq. Çox sağ olun. Rıza Bey, eyni sualı sizə verəcəm. Sizin nəzərinizə Azərbaycanlılar və Türklər açısından bu seçkilərin keçmiş seçkilərlə fərqi nədir? Keşke deyirəm, Əzdimin yerinə Ayıb Pezeşkiyan olsaydı daha mənə rahat olardı danışmaq burada. Tam dirək, Əzdimdən biraz çətindir mübahisə. Aslında mən də mübahisəyə girməyəcəyim və öz yorumumu deyəcəyim. Əlbəttə, məşrutədən sonra bizim elə fəaliyyətlərimiz İranın siyasi atmosferində düşə-qalxa olubdur və deməli, İran İslam inqilabından sonra da ha belə insanların siyasətdə müdaxil olması təbii ki, sandığa yekunlaşıbdır. Yəni, hər yerdən bu qapıların bağlı olduğundan dolayı və bu qazanın qaynadığı zaman məcburən insanlar bir yol axtarıblar və xiyabanda nəticə görmədiyi üçün, yəni şeylər olubdur, yəni mübarizələr olubdur. Ancaq hər halükarda o dediyimiz həsti səxti qüdrətə hər hansı bir təsir buraxmayıbdır. Bildiyiniz kimi Pezeşkiyan da bu çərçivənin içərisində hakimiyyətə bağlı olan bir insandır. Yəni, əgər tam belə radikal baxsaq, gərək deyək ki, biz seçimlərdə iştirak etmirik və hər hansı ölkədə gedən gedişatda da müdaxil olmuruq. Necə ki, biz elə siyasi atmosferin içərisində də qruplaşmaqda və yaxud təsir qoymaqda da bu usulgara islah tələb məsələsinin zəifləməsi və ya güclənməsi zamanlarda da təsirimizi o qədər göstərməmişik. Və sadəcə indiyə qədər də Pezeşkiyan deyil, yəni bizim elə birinci Başbakan da Bazərqan da türk idi, Bəni Sədr də türk idi, Rəcai də türk idi və Xameneydən sonra tamamı olaraq bu üst məqamlardakı olan türklər etkisi azalıbdır və daha çox dediyimiz kəvir dağlığa qarşı öz mahiyyətini güc məsələsində ortaya qoydu. Amma indiki məsələ necədir? Bir məsələ vardı ki, boykot etməkdir və bir məsələ də iştirakdır. Yəni, əxlaqi olaraq çox insanlar deyilir ki, biz boykot edəcəyik bunu və necə ki, daha öncəki seçimlərdə də bunu boykot etdik. Amma boykotun və təhrimin nə qədər nəticəsinə də baxmamız lazımdır. Yəni, indiyə qədər də nəticə verib və yoxdur və yaxud bunu tamamilə bir teyf kimi, bir band kimi götürüb və hər şəkildə bunu boykot etməklə əgər gedirsək, bunun etkisini xalqa da görməmiz lazımdır. Hal-hazırda əgər xalq o qədər meyilli olsaydı, yəni xalqın daha çox kəsimi bu boykota daha meyilli olsaydı, bu bir strateji ola bilərdi. Əlbəttə, bu da bir seçimdir. Ancaq görünən budur ki, indiki bu iqtisadi vəziyyətdə və xarici siyasətdəki bu İranın apardığı diplomasi məsələsində ən azından xalq bir dənə çıxış yolu axtarır. Və bu çıxış yolunun içərisində də bir rozənə gördüyü zaman da Pezeşkiyan onlarla örtüşür. Yəni, Pezeşkiyan sadəcə türk olması deyil, Bəyək Əzim də işarət etdi. Onun dosyasıdır, karnaməsidir, onun məclisdə danışıqlarıdır, onun fisadla və ya korrupsiyanla hər hansı bir bağlantısı olmamasıdır. Hər halükarda ki, o hakimiyyətə bağlıdır və sürəkli mənviyyat məqam müəzzəmi rəhbəridir. Mən ilk öncə buna bir yazı yazdım. Yəni, Pezeşkiyanın gəldiyi zaman dedim ki, mən düşünürəm ki, Pezeşkiyan elə Əli Xameneyin istədiyi adam. Yəni, onun karakterlərini daşıyır. Ondan sonra Əli Xameneyinin Musəvisi də ola bilər. Çünki bilirsiniz, 88-də Xameney direkt bunu xatəmiyə dedi ki, əgər İranda bir sol kəsimdə olmasa, yəni o İslami sol dediyimiz olmasa, mən onu yaradaram. Çünki bu xalissazi məsələsindən sonra, özəlliklə bu məclis seçimlərində iştirakçıları gördükdən sonra gördük ki, rəisi getdikdən sonra ki, bunlar hamısı eyni idi. Məclis də onların əlində idi, demək olar hökumət də onların əlində idi, Xubriqan və Nicəhban və tamamilə ölkə bir teyfin əlində idi. Ancaq göründü ki, bu şərtlərdə nə içəridə və nə xaricdə belə radikal baxışlar hər hansı bir cavab verməz. Mən düşünürəm ki, Pezeşkiyan özəlliklə həm
bugünkü vəziyyətə mötərizdir və həm də bugünkü vəziyyəti dəyişə bilmir. O Şahrux Mərsubun dediyi kimi, həm buna mötərizəm, amma həm də gücüm də yox bunu dəyişmirəm. Amma gücümdə yox, hər hal-hazırda bir rözənə vardı ki, bunu eləyə bilərəm ki, bütün kəsimləri əhatə eləyərək, görürsünüz danışıqlarında bunu deyir ki, mən hamını qapsayıram, mən məzlumlar üçün gəlmişəm, mən səssizlər üçün gəlmişəm. Eləyə bilər onları təmsil edə. Ancaq bu təmsil nə qədər ola bilər? Halkarda ki, anayasanın 3-cü fəsli tamamilə ayaqlar altındadır. Tamamilə dövlətin yanında müvazi şuralar var. Şura-i Ali İnqilab-ı Fərhəngi, şuralar, fərqli hər dövlətin bir bakanlığı və nazirliyi üçün bir şuralar vardır. Və həsti səxti qüdrət də tamamilə homojen bir həstədə, heterojen fərqli qruplar onun içərisində daha çox sağcı olan qruplar onun içərisində pezeşkən nə edə bilər və nə qədər təsir ola bilər. Sual budur. Sual qatılmaq və ya qatılmamaq deyil. Sual budur ki, bu strateji və bu politika pezeşkiyanın seçildiyindən sonra nə qədər davam edəcək? Yəni, nə qədər mütalibicəri olacaqdır, nə qədər bu istəklərin üzərinə gedəcək və pezeşkiyanın da alanı nə qədərdir? Çünki bilirsiniz, islah tələblər və reformistlərin içərisində fərqli qruplar da var və onlar da pay istəyəcəklər. Sadəcə bizim Azərbaycan və ya türklərə və hətta ərəblər və kürdlərə mənsub olan qruplar da deyil, bəlkə mərkəzdə olan qruplar da vardı, İran şəhərli qruplar da vardı və hətta Əli Mütəhhəri kimi sağa daha meyilli olan qruplar da vardı və bunların da bir istəkləri olacaq. Bunları necə müdiriyyət edəcək? Pezeşkiyan çünki deyir ki, mən müdir olaraq, nazir olaraq gəlmişəm və uzmanlardan istifadə edəcəm. Seçdiyi uzmanlar bu şərtlərdə necə eləyə biləcək ki, bunları kontrol edə. Ayrı baxımdan da deyim ki, Azərbaycanın içərisində, yəni bu İspanın da verdiyi məsələlər var idi, statistikalar vardı, Şinaxtı, Porsişdi, fərqli qruplar. %70 insanlar heç bu münazirələrə baxmırlar. Çox insanlar heç televizyona baxmırlar və baxmadıqları üçün nə qədər təsir olacaqdır. Yəni həm boykot, həm də səs vermək məsələsindən əsas budur ki, seçimdən sonra bizim strategimiz davam edəcək, yoxsa sadəcə sandığı özümüz bağlayacaq. Əzim bəy, ikinci sualıma keçirəm. Bütün bunları, bu danışdıqlarımızı nəzərdə alaraq, bir də bunu da vurğulayım ki, elə hər iki qonağımız üçün buraya qədər müsahibələrə qatılan dostlar daha çox müsbət baxıblar bu seçki məsələsinə. Təbii qarşı olanlar da olub. Amma məsələn deyək ki, bir çox insan inanırlar ki, Pezeşkiyanın gəlməsi bizim mühit-zistimizə, Urmiya gölü var məsələn, Araz çayı var, susuzluq məsələsi var. Bunlara bir çarə qıla bilər. Ya da nə bilim, mədənlər var, bütün sərmayəsi mərkəzə gedir və orada məsələn Vərziqanda insanların doğru düzgün yolu belə yoxdur. Və ya kimlik məsələsinə təkid edənlər olublar və deyiblər ki, əmniyyətidir bu türklük məsələsi, türklüyü silməyə çalışmaq var, dil yasaqlanır, kitablar, fərhəngi tolidat gedir, yatır irşadda, mücəvviz çıxmır. Yəni, hamının haqlı səbəbləri var ki, Pezeşkiyanı savunalar. Təbii, o biriləri də mötəqiddirlər ki, çox böyük bir dəyişim olmayacaq. Çünki onun belə məhdud əməlkarda ola biləcək, nə qədər dəyişim eləyə bilər bu şərait içində. Bütün bunları nəzərdə alaraq sualım budur. Bu dönəm seçkilərə səs verib verməmə məsələsinə necə baxırsınız? Pezeşkiyanın türk olması önəmli midir? Özəlliklə, xüsusilə Azərbaycan üçün səs verilməlidir, yoxsa yox? Buyurun. Lalə xanım, belə deyim. Əksər Rizanın sözünə, mən əvvəl bunu açıqlayım, işarət elədim ki, Pezeşkiyan təbari türk deyil. Yəni, Bazərqan olsun, Munsəvis olsun, o birisilər olsunlar, bunlar sadəcə təbari türkdürlər. Yəni, tərəf elə bilər, desin də hətta mən türkəm. Yaxşı, bəli bu ki, bu türklüyünü siyasi sujə bilərək, bunu haqq sahibi olaraq və site of konflikt deyirik. Yəni, o təzadların meydanına bir pərvəndə olub, götür qoltuğundan çıxaldıb, bunu miz üstünə qoyaraq, bu cür birisi deyildilər. Biz Aymun Səvini, mən xiyaban uşağıyam, 88-də Kullar xiyabanın kəfindəydim. Bəli, bizim dostlarımız Aymun Səvini bir dənə Dünya Ana Dili gününə bir sadə bəyaniyə bunu razı salanmadıq. Yaxşı. Pəs, mən vaxt deyirəm,
bu pezeşkanın mordunda böyle pezeşkandan sorsan sen ne edeceksin? Mesela ana dili barəsində. Əslən bu məsələni məsələ tanırsan, deyəcək, ircə verəcək onun geçmiş müsahibələrinə çox uzaq deyirlər. 1 ay, 2 ay, 3 ay. Mən bunu burada aydınladım. Bir dənə məsələni aydınladım. Burada Türk-Azərbaycan bəhsi vardı. Bir incə zirafət, incə olur zirafət də. Bir zərif təfavutu vardı. Burada bu məsələnin. Baxın, Himmət də Türk idi. Yəni mən istəyirəm deyim, Türk dediyimiz İranda ən azı bugünkü gündə istər-istəməz Azərbaycan məfkurəsi ilə, Azərbaycan baxışı ilə üst-üstə oturubdu. Ola bilər belə olmasın, değişsin, çünki İranın başında Azərbaycandan çox belə Türk yaşayır. Yaxşı? Amma söhbətim buradadır. Bu Azərbaycan ideyası, yəni ideyası və o tarixi xatirə və o İranın o hələ-hələdir siyasi şeyində, alanında bu Azərbaycan dediyimizdə bunun mərkəzi Təbriz olsun deyə həqiqətən tarixi xatirələrdə bunun mühüm rolu var. Yəni İranın başında buna güvənirlər. Bu bir vaqiət. Hələ də deyir. Sizin söhbətlərinizə istəyirəm cavab verəm, vəziyyət baxmalıyıq. Mən duram, bəli, təhrim ciddidir, bugünküsünə danışıram, kəman ciddidir. Amma vaqiyyət budur. Mən vəziyyətə baxıram, deyirəm, biz 3 dənə vəziyyətlə üzbəüz ola bilərik. Ələn bu seçim vaxtıdır. Yaxşı, yəni siyasi çalışan olaraq, quruq olaraq, fikir olaraq biz ya islaha seçməliyik, reform anlamında, yaxşı, ya inqilaba sarı getməliyik. İslah da deyəndə 2 dənə təşkildən qol olur. Biz islahı ya bürokratik islah görməliyik, yaxşı, ya demokratik islah görməliyik. Vaqiyyət, mən sadiqanə deyim ki, biz əlanki vəziyyətdə hətta demokratik islahatdan da mən danışa bilmərəm. Yəni, bizim bürokrasi vəziyyətimiz o qədər düşsün. Yəni, faslasında deyirlər zərfiyyət qarşınası. Qarşınası zərfiyyəti, yəni sistemin hökmranının qarşınası zərfiyyəti o qədər düşsün, o qədər aşağıdır və vəzi xarabdır ki, mən də olmam bir dənə konuşgər siyasi bağən səy edirəm öz baxışımı, öz intizarlarımı bundan tənzim edeyim. Qeydim o 3 dənə bölümə. Vaqiyyət budur, biz Pezeşkiyanın ərsəyə gəlməsindən nə istəyirik? İstəyirik islahatı bürokratik əncam tapsın. Yəni sadəcə, məsələn, bizim vizarət irşadımız qərardır, bizim o yazarımızın kitabını çap eləsin, onun istəklərinə cavab versin. Bundan ən azı məqul bərxurd eləsin. Hətta əgər olsa demokratik bərxurd eləməsin, bu mənim inancım deyirlər. İstəyirəm deyim, o rəalət budur. Buna əcib qərib sansorlar inayət eləməsin. Yəni bunu bir vəziyyətdə almasın ki, tərəf əsasən bixiyal olsun o fəzanı idamə verməkdə. Ya Urmu gölünün moridində, biz demirik, bizim vaqən bəhsimiz budur. O orqanlar ki, qərardır Urmu gölünü nicat versinlər, qeydçinə bir məmuli orqanları. Yəni bir orqanlar ki, hesab kitabı vardır, vurudçu bəllidir, xurucu bəllidir, zərfiyyət qarşınası bəllidir, ərziyabı mümkündür. Yaxşı, yəni qəbl əzin ki, demokratik anlamına geçəm, yəni bu məniyə ki, bizə icazə versinə gedək xiyabanda etiraz eləyək ki, Urmu gölü quruyur, ondan qabaq lazımdır, bilək, o adam ki, qoyublə qarşınası, mühit-zist, qarşınası, idarə mənabə filan, bu nəhadı ehyai dəryası yürüməyədə vaqəən qarşınasıdır. Biraz istəmirəm səthi müsahibəni yendirim və misal vurmasam yetirəməyəcəm. Siz mütmənnilıq tarixi oxumayıb qoyublar, onlar mühəndisi ab. Budur vəziyyət. Mən istəyirəm gerçəkləri sizinlə paylaşım. Yaxşı? Bu bizim kəfə istəyimizdir. Mən fikirlərim, biz Pezeşkiyanla bu kəfə qeydə bilirik. Yaxşı, bu kəf mümkündür. Əgər fəza icazə versə, çünki ehtimalı vardır bu gedə doğma, hələ demək olmaz. Namırlara baxırdım bölünlərə, 30% hələ təsmin edilək. Yəni, o qəti rəy verənlərin içində belə İşğanın güzarışına görə %30'u hələ bölümürlər kimə rəy verəcəklər. Yəni, oyun belə gedir qabağa ki, hər ləhs eləyə bilər, bu fəzə çox değişsin. Doğru doğumda cami eləyə bilər, qutbu olsun. Yəni, ələn mənim bunlara cavabım yoxdur. Toparlayaraq deyək, qətən baxın, mən sadiqanə deyim. Biz yaşamağa, bizə bürokrasi lazımdır.
biz çörək almağımıza, taksiyə minməyimizə, benzin vurmağımıza, bunların hamısına bürokrasi lazımdır. Bu bir bədii bir şeydir. İndi bu bürokrasi bir həddəcən gərək məqul işləyə. Bir həddən oyna, nə tənha iş görməz adama varlığında belə, bəlkə o sadə funksiyonu da, sadə o görəvi də, sadə o işi gərək bizə xatir görə görməz. Namid eləyər, insanları əziyyət eləyər, insanlara nə qədər fişar yaradar. Bir dənə nöqtə deyim, bunu o üç qolu bağlayım. İslahatı bürokratikdə çoxları ələ müntəzirdirlər ki, niyə Pezeşkiyan kimi birisi gəlib məsələn keçənci islahat ya o progresivlərin istəklərini bağır-bağır çığırmır, uca səsi ilə demir. Vaqiət budur. Bizim islahat, bəxt islahatımız gərək islahatı bürokratik olsun. Biz gərək qudrət sahibi ilə getməliyik ondan anlaşmağa. Yəni getməliyik ona deməliyik ki, ağa, sən də gəl köməklik elə. Biz də yardımcı olaq. Bu sistem getsin normal vəziyyətinə. Məmuli karşınası hətta əqəlli vəziyyətdə. Əgər bir zaman fəza getsə islahatı demokratikə, onda nə tənha hakimiyyətə deməliyik ki, düşüngünən milləti, millətə də deməliyik ki, düşüngünən hakimiyyəti. Yaxşı, ikizdə mülahizələrinizi, fürsətlərinizi, təhdidlərinizi düşünün. İstəsək keçək inqilab fazına, onda yox, onda şikafı düşünəcəyik, duracaq bir tərəfdə, mərdum tamamilə müqəddəs olacaq mütalibələri ilə və tamamilə hakimiyyəti qınayacaq. Yaxşı, axır cümləm bu olsun. Meydanda olan bir çalışan kimi ki, tamam özümün tərəfindən, dostlarım tərəfindən sadiqanə istəmişik bir seridə, bəlkə də bilmirəm, son dəfə olaraq bu islahat dediyimiz ki, çox da, yəni mən istəyirəm bu islahatdan o geçmiş islahatı əslən qəsd eləməyək. Yəni biz reform dediyimiz bir fəlsəfi siyasi anlamda və o şeyləri ki, o timi ki, o quruhi siyasi ki, İranda İslah Tələblər adına tanınıb, bizim dərrələrcə, bizim zamanlarca yerlə göycə fasilə var. Umuruq ki, bunu mümkün eləyək. Və bilirik də acıdır və bilirik də çox çətin. Rıza bəy, sizə də eyni sualı soruşacağam. İndiki şəraitdə bütün Azərbaycanın kimlik məsələsini, mücizis məsələsini, iqtisadi, siyasi şəraitini düşünərək bu dönəm seçkilərində səs verib verməmə məsələsinə necə baxırsınız? Sizcə Pezeşkiyanın türk olması önəmlimi, deyilmi? Səs verilməlidirmi, yoxsa yox? Birincisi, mənim peyğəmbəranə bir mahiyyətim yoxdur, xalqa deyim ki, səs verin və ya vermə. Heç bir toliyyətim və ya vilayətim də yox. Halqda ağıl vardır və hər kəs öz məsələsinə görə gedib səs verə bilər ya verməyə bilər. İkincisi, təsirim də o qədər yoxdur. Bu bir xulyadır ki, bəzən opozisyonda yaranıbdır ki, fikirlər ki, xalqda yaranan o bitəfavutu ki vardır. Bu bitəfavutu ictimaidir. Onu ünvanı təhrim istifadə etsinlər. Çünki indiyə qədər də onda bir sonuc alınmayıbdır. Xalq bitəfavut olub, yəni qayğısız olubdur hər şeyə. Bu sadəcə seçim və siyasət məsələsində deyil, qonşumuza qayğısızlıq, ictimai məsələlərə qayğısız olubdur, dünyada gedən gedişatlara qayğısız olubdur. Yəni o qədər yara alıbdır ki, bu yaraların acısının içərisində itilib gedibdir. İkinci məsələ, ekonomi məsələsi hər şeydən daha üstündür. Baxınız, doğrudur, Urmu gölü məsələmiz var, bizim kimlik məsələmiz vardı, amma indi hiss olan məsələ o ailədən üçün o sofra məsələsidir. O təb'iz məsələsidir, o işsizlik məsələsidir, bu qadınlar məsələsidir, qadınların işləməsi, internet məsələsidir, fəzanın getdikcə daralması məsələsidir. Və xalq bu səslərlə ən azından bir azlıq da onun sofrasına etki buraxsa, gedib səs verə bilər, iqna ola bilər. Məsələ budur ki, bizim oradakı dostlarımıza da hər hansı mən bir hərəc bilmirəm, yəni xain yapdalaması edirlər bəziləri, onları minlərcə sözlər deyirlər, bu doğru deyil. Yəni insanlar da çalışırlar ki, ən azından oradakı o balaca olan bir işıqdan həm özümüzün milli kimlik məsələsi haqqında, həm də təbizlər haqqında bir şeylər əldə etsinlər. Başqa bir məsələ bu opozisyonun malik xuliyasıdır. Bunlar təkcə daxildə deyil, bəlkə xaricdə də türk olan insanları çalışıb assimilə etməklə, onlara meydan verməməklə və çalışıb ki, içəridəki əldəki olan ortaq bir mahiyyət və bir paydaşla bərabər sadəcə xaricdə özlərinə
bir rant məsələsi yaratsınlar və təəssüflə demək olar ki, xiyabanda əldə edilən məsələ xaricdəki bəzi otaqlarda və bəzi masalarda satışa qoyubdur. Bu kalaya baxmaqdır məsələ. Yəni hüquq bəşər məsələsi İrandakı seçim məsələsində kalaya baxmaqdır. Başqa bir məsələ də budur ki, İran hakimiyyəti bunları da hiss edir. Baxınız, İran hakimiyyəti də zirəkdir, bilir. Pazelləri də qoyub, bilir ki, burada bir dənə Təbriz məsələsi var, burada bir dənə türk məsələsi var, burada bir dənə milliyyətlər məsələsi vardır. Bunu kontrol etmək üçün də nə yaxşıdır ki, içəridəki bir opozisyonu yaratsın və bunun əlinin altında kontrol olsun və ılımlaşsın və ya lətifləşsin. Necə ki, bu məsələsi daha öncə Əhməd Nicad vasitəsilə elirdi. Yəni, Əhməd Nicadın bəzən radikal sözləri xaricdəkilərdən daha bətər idi. Başqa bir məsələ ki, əsas budur. Budur ki, xaric və daxil bir-birini dəngələmələri lazımdır, bir-birini vurmaqda. Bəzi yerlərdə sən xaricin radikal olmasından istifadə edib ki, içəridə gedib masada oturasan. Ki, sən görürsən o xaricdəki radikaldan ki, sən istəmirsən ki, o məsələ o cür radikallaşsın, bizə razı olman lazımdır. Və bu islahat cəbhəsi də çətirdə çox geniş bir şeydir. Bu sadəcə islahatçı dediyimiz fars mərkəzli insanların təkəli və inhisarı içərisində deyil. Bəlkə hər kəs istəyir bu ölkədə bir dəyişiklik olsun. Bu fərq eləmir. Təbriz mərkəzli olsun, Tehran, Sənəndəz və ya ayrı mərkəzli olsun. Bunların hamısı da reformistdir və bunların da ideologiləri, bunların istəkləri bəzi yerlərdə örtüşməsə, ən azından o Piramın dediyi ki, Əzim daha yaxşı bilir o məsələsi, onun çıxarını olacaqdır. Başqa bir şey də mən danışım sadəcə budur ki, Hezeşkiyanın ədalət mehvərli olması. Yəni bilirsiniz də 3 dənə qoftuman ya diskurs var burada bəzən. Ədalət, azadi və tövsiyə. Hezeşkiyan daha çox ədalətin üstündə durubdur. Və bu ədalət mehvər olduğu zaman bu daha çox aşağı kəsimləri etkilir. Bilirsiniz, İranda orta kəsim də gedib. Orta kəsimin yerində yuxarıdan yenən kəsim gəlibdir və bu yuxarıdan yenən kəsim ki, özünü indi orta kəsimdir, çox tələbkardır. Hamını yaftalayır. Hamıdan bir şeylər istəyir. Xiyabanda gedən qanları da özlərinə malzemə edib istifadə edirlər və ya səni də benovi o mərkəzi sistem olaraq özlərini gördükləri zaman səni də uzaqlaşdırırlar. O, orta kəsimdən danışmır. Çünki orta kəsim qalmayıb. Hezeşkiyan ən aşağı kəsimi xətab edir. Ədalət, mehvər kəsim, aşağı kastlar ki, o orta kəsim ki, yenib də aşağıya və bu çox önəmlidir. Və azadi, özgürlük dediyimiz və sonra tövsiyə dediyimiz, tövsiyəni görürsünüz qalibafda çox ola bilir, özgürlük hələ birazcıq Pur Məhəmmədi də ola bilir. Amma əsas məsələn ki, indi İranda vardı, ədalət və Təbriz məsələsi ki, onun üstündə gedir. Hər halükarda Pezeşkiyan mənim məhəllə uşağımdır, ata-babası, Ərəbbağı küçəsindəndirlər, Urmiyyədən sonra gediblər. Yəni, məhəlləlik eləmirəm, yəni demirəm həmşəhrimdir filandır. Kimliyi də çox önəmlidir. O diskurs ki, orada aparır, o önəmlidir. Yenilsə də və ya yenilməsə də bunun açılması İranın ən önəmli fəzalarında bizim üçün çox önəmlidir. Hətta opozisyonda da görürsünüz ki, buna indi qayğılı olublar. Bu məsələ mən deyirəm ki, bizə yararı olacaq. Hər halükarda ki, mən rəy vermirəm, yəni əxlaqi olaraq baxıram, inanmıram sandığa, amma kimsəyə də bunu demirəm ki, rəy verməsinə. Sonunda da bunu deyim ki, əzimə demək lazımdır ki, axıracan qalacaqsan da. Yəni bu Pezeşkiyan məsələsində axıracan qalacaqsınız, onun qalmasını da gözləyirəm. Sağ olun. Çox sağ olun, çox təşəkkür edirəm. Hər iki qonağımıza vaxt ayırıb dəvətimizi qəbul edib gəldiyiniz və suallarımızı cavabladığınız üçün hər ikinizə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun.